Yəni məsələn, Yahudidir, qabağından bir xristian müsəlman keçəndə adam belə eləyəcək. O belə eləyib yerə tüpürür. Yahudilər, yəni bizim dilə çevirəndə cuhudlar. Bu arada mən cuhud sözünün mənasını bilmirdim. Bəzən kanalımda müsəlman ölkələrində baş verən pis hadisələri paylaşıram. Ondan sonra mənə nədənsə cuhud yazırlar. Sonra dedim bunu araşdırım, görüm bu cəmaət mənə niyə cuhud deyir. Baxdım gördüm cuhud Yahudi deməkdir. Yəni Azərbaycanlılar ona cuhud deyir. Nəysə, müsəlman ölkələrində baş verən yaxşı hadisələri paylaşıram. Onda da mənə cahil deyirlər, məni bəzən təhqir eləyirlər. Ki sən nə bilim, falan ölkənin agenti səndən nəsən, elə danışırlar. Yəni qalmışam arada da bilmirəm nə edeyim. Yəni pis şey paylaşıram, cuhud oluram, yaxşı şey paylaşıram, agent oluram. Yəni bir ortaq məxrəcə hələ ki gələ bilmədim. Yahudilər özlərini elə hesab edir ki, güya Tanrı onları üstün yaradıb. Ona görə bu insanların başqa bir dinə, başqa bir irqə zərrə qədər hörmətləri yoxdur. Yəni məsələn, Yahudidir, qabağından bir xristian müsəlman keçəndə adam belə eləyəcək. O belə eləyib yerə tüpürür. Bu videoda da Yahudilər New Yorkda binanın altında qazdıqları sinaqoq haqqında danışacağıq. New Yorkun Brooklyn küçəsində Haredi Ortodoks Cəbat icmasına məxsus bir sinaqoqun altında 60 metrlik gizli bir tunel aşkar edildi. Ortodoks Yahudilər tunelin bağlanmasına mane olmaq üçün polislə qarşı durmaya girdi. Tunelin və tuneldən çıxan Yahudilərin videolarını izləyən New Yorkluların ağlına bu sual gəlir. Ortodoks Yahudilər bu tuneli niyə qazdı? Bu sualın cavabı 250 illik bir icmanı New Yorkun mərkəzində bir-birinə düşürən Məsih davasında gizlidir. Əgər ağ dərili birisinizsə, New York küçələrində gəzərkən qara geyimli, papaq taxmış və gənc bir Haredi Ortodoks Yahudi kişinin sizə gülümsəyərək yaxınlaşması və bağışlayın, üzr istəyirəm, siz Yahudi deyilsiz sualını verməməsi mümkün deyil. Gənc Haredilər bütün metro dayanacaqlarında, izdihamlı küçələrdə ağların arxasınca qaçır, hər kəsdən Yahudi olub-olmamağını soruşurlar. Məqsədləri 94-cü ildə vəfat edən icma lideri Rebbe ləqəbli Rav Menachem Mendel Şenorsonun vəsiyyətini yerinə yetirmək, yəni dünyavi, sekulyar Yahudiləri tapmaq və onlara təbliğ etməkdir. Cəbat icması bu yolla həm qeyri-Yahudilərə Yahudiliyi sevdirir, həm də dünyavi Yahudilərə dini rituallar təbliğ edərək icmaya daxil olmaları üçün onları inandırır. מה שרואה עוד, וגם משהו שעדיין משאיר ליבו. אז הייתה משהו במה ידיעתו. עושים. הכנראה שהיא מספיק, כאילו שהיום כבר כמה שעות בגיל עדיין ליבו, אבל יש עוד כמה שעות, אז יש להשתדל גם היום, בבשורות טובות. Cəbat Harediləri dünyavi bir Yahudini dua etməyə inandırdıqda, özlərinin də bu vasitə ilə savab qazandığını düşündükləri üçün böyük həvəslə il boyu New York küçələrində Yahudi axtarırlar. İcma inanışına görə cənnətə getməyə zəmanət verən bu təbliğ maratonu üçün əvəzolunmaz bir şəhərdir. Çünki New York 2 milyonluq Yahudi əhalisi ilə dünyanın ən böyük Yahudi şəhəridir. Şəhərin 30% məhz ağlardan ibarətdir. Ağ əhalinin də təxmini yarısı elə məhz Yahudidir. Xüsusilə turistlərin az olduğu bir yerdə ağ bir adamı saxlayıb siz Yahudisiniz deyə sual verdikdə, bəli cavabı alma ehtimalı %50-dir. New Yorklular bəlkə də illərdir gördükləri bu təbliğ işlərinə öyrəşmişdilər. Gənc bir Haredinin onlara yaxınlaşıb siz Yahudisiniz deyə sual verməsini artıq onlar yadırğamır. Lakin bir icma sinaqoqunda gizli bir tunelin tapılması səbəbilə ortaya çıxan bir icma daxili Məsih davasını orta statistik bir Amerikalının anlaması çox çətindir. Məsihçi Haredi Yahudilərinin ən böyük məqsədi İsa Məsihin gəlişini sürətləndirməkdir. Yahudilər tam qanunsuz bir şəkildə bu binanın altına 60 metrlik bir sinaqoq qazdılar. Amma bu sinaqoqun içindən çıxarılan şeylər tamamilə tük ürpərtici idi. Bu uşaq kaleskasının orada nə işi var? Ya da bu döşəkçə niyə qana bürünmüşdü? Bunların cavabını tapmaq mümkün deyil. Çünki Amerika hökuməti çoxdan bu sinaqoqu asfaltlayıb girişini bağladı. Yəni Amerika bu sinaqoqun içərisində hər hansı bir araşdırma aparmadı. Nə də ki bunu mətbuata demədi.
İcmanın polis çağırması üzərinə çıxan qarşıdurmada 12 məsihçi gənc nəzarətə alındı. Binanın sahibi olan icma rəhbərliyi məsihçi fraksiyanın radikallığı üzərindən həm sinaqoqun zərər gördüyünü, həm icmanın imicinin zədələndiyini vurğuladı. Hadisəyə qarışan gənclərin vizalarını ləğv edərək İsrailə geri dönmələrini təmin edəcəklərini elan etdi. Məsihçi icma üzvləri özlərini icazə verməyən icma rəhbərliyinə baxmayaraq, sinaqoqu genişləndirmək istədikləri üçün böyük ehtimalla bu tüneli qazdılar. Çünki bu tüneli qazıb sinaqoqu genişləndirdikləri zaman Məsihin yenidən dirilməsini təmin edəcəklərinə inanırdılar. Bəs bu bina qazma planı tam olaraq necə həyata keçir? 6 nəfərlik komanda ilk başda kiçik kürəklərlə qazır. Çıxan tozu, torpağı da ciblərinə qoyurdular. Lakin zamanla iş ciddiləşəndə tək başına bunun öhdəsindən gələ bilməyəcəklərini anlayıb, bir qrup qanunsuz Meksikalı köçkünlə razılaşdılar. Köçkünlər bu tərk edilmiş mikvə binasında gecələr qanunsuz şəkildə qalır, bu tərk edilmiş məkanda yatır, yaşayır, lakin pul qarşılığında ən azından məsihçilərdən daha peşəkar bir şəkildə tuneli qazır, çökməməsi üçün dayaqları tikirdilər. Tunel tikildikdən təxminən 6 ay sonra icma rəhbərliyi tərəfindən fərq edildi. Çünki həm qonşulardan, həm də kanalizasiyaya nəzarət edən bələdiyyə işçiləri bəzi qazıntı səsləri eşitmiş və bu vəziyyəti rəhbərliyə bildirmişdi. İcma rəhbərliyi tuneli bağlamaq üçün xüsusi bir komanda çağırdıqda tuneli qazan məsihçilər dirəniş göstərdi. Sinaqoqun tunelə açılan taxtalarını qoparmağa başladılar. Yəni əməlli başlı təşvişə düşmüşdülər. Amma nəticə etibarilə sinaqoq bağlandı və içərisində hər hansı bir araşdırma aparılmadı. Tuneldə tam olaraq hansı azğın ritualların edildiyini biz bilmirik. Bir çox insan ora azyaşlı uşaqların alındığını və bu rituallarda qurban edildiyini bildirmişdi. Nyu-Yorklular isə binaların başlarına çökməməsi üçün Yahudilərin həmin bölgədən rədd olub getməyini istəyir. Nəm eyvallah, 3 günlük dünyadır. Yəni vur tut 60 yaşımıza qədər yaşayacaq ya yaşamayacaq. Bu qədər hoqqanın nə mənası var? Qardaş, imkan verin yaşayaq da.